Açıldı. Stolu biraz arkaya eləsən. Gel arkaya. Biraz da gel. Hı hı. Canlı açılmadı yine. Yok gelmedi şimdi. Linki atıram şeye. Bak sen at link atıram indi gözə. TikTok'da sana link atıram. Hı. Geldi. Hı. Canlı görsəni. Ha. Ha, siz spam atırlar da. Gör, mən də ora keçəcəm. Görünürəm. Belki görsün. Ben görsün. Gör. Ne? Gül. Ne deyik, ne deyik? Satıyorsan bırak o kadar hemen görsen. Yok, gör, ev yoktu. Sen de şey olmasın, ben görsen de ben. Aşağıda olan kafesatlarım var idi. Tam sözü uzanıb. Çok uzanıp yani. Ha, Kalanı gidelim içerisine. ha, Yıkabilmek için olar uzun. ha. Sen de su ver. Ne kadar verir ha sesler.
Biraz kabağa bastı. Все, güzel. Yeni gelen hanımlar, hoş geldiniz. Kiminsə nəsə sualı varsa saçla bağlı buyurub sualı verə bilər. Kabağı biraz. Все, güzel. Karena rahat da verirəm.
Yeni gelenlere hoş geldiniz. Qeyd edim ki xanıma nanoplastik olunur və saç yuyulacaq, sonra boya qoyulacaq. Nəticəni də canlı paylaşacağım burada. İçine verdim. Görünmüyor. Altı. İçe baktık hocam açmadım. Sıraya dünkü müşteri razı olmadı, açmadım. Razı olmadı, bir gün razı olmayacak, üz vurmadı. Bırak. My little brother. Little brother. Mладший брат.
Nazilə Səfərli gördüm. Elə bildim Nazilə Səfərlidir. Dedim niye öyle? Yeni gelenler hoş geldiniz. Xanımların saçla bağlı nə sualı varsa buyurub verə bilər. Qeyd edirəm ki, xanımın anaplastika olunur. Təşəkkür. Momenta Mori təşəkkür edirəm. Və qeyd edirəm ki, xanıma artıq bu neçəncidir? 4-dür yoxsa 3-dür? Və qeyd edirəm ki, xanımın inşallah tapsam o videonu müqayisə üçün paylaşaram. Editləyib xanımın illər öncə gəlincə saçı çiynindən yuxarı idi və saçında 3-4 dənə rəng var idi. Və xanım əslitliyini istəyirdi və qeyd edirəm ki, rəng də mənə aiddir və sadəcə boya ilə edilir. Və inşallah eləyəndən sonra boya olunacaq. Yuyub sonra boya qoyacağım. Sonra yuyub qurudub təzəni sizə göstərəcəm. Nəticəni. Bilmirəm saçı verəyəndə. Смотрю. Tekrar paylaşım diyorsun. Hı? Ayda. O 65 qəpik hansı canlıya girirəm? Orada var da. Xahiş edirəm canlıdan çıxın da onu yazın. Yeni gelenler hoş geldiniz. Saçla bağlı buyurub sual verə bilərsiniz. Qeyd edirəm ki, xanımın anaplastika olunur. Yəni saçı bir il düz qalacaq. Ya Allah. Sokağa ne güzel başı karşı bir televizora. Sen açık verdin, telefon verdin. Hı? Bugün babacık evladı. Gözün götürdü televizyon babam diye şini. Yani senin traktör bu. Neymiş? Baxa öyrənir o rus sözlərini. Videoya, multiklərə baxa.
Özüm önlüyü asmadım. Sərmədim sənə. Şey olur axı, qarışıqlıq. Özüm asmadım, qoy sərbəst kimi olsun. Yoxsa paltar batmır, eləmir. Ya Allah. Bugün görünüyor. Parlaklığı. Geçmedi ya. Özüm şey götürmürəm. Pasakkanı götürsəm, telefonu pasakkadan. Şey olacaq. Yoruldum. Əlində çalmışıq. Əlində başlamışıq xanımlar işte. 5 saat. Bir şey var da. Ona için çok bırakırsan. Ha? Sonra bana bırakırsan. Baxarıq da indi. Tavus vaxtı ilə saat 12-dən sonra buraxaram. Yeni gələnlər xoş gəldiniz. Nəsə xanımların sualı varsa saçla bağlı. Keratin, anaplastika, botoks, laminasiya, pixi plastika hamısına bağlı sual verə bilərlər. Demək ki, xanımların saç problemi ilə bağlı belə sual vermək olar. Kim deyəcəkdir? Tanış olmaq istəyən. Getməsən canım. Cəmaət də əl axtarır, tapa bilmir. Mən də tapam. Ya qəfi istəyir, ya da... Estağfurullah. Necə imkan vermirlər işləyək. İnansan çoxu da oğlan deyir. Götürüb axıra kimi getmə çoxu da oğlandır o tanış olmaq istəyənlər. Oğlum deyib, oğlanla tanışımız. Kart atdırırlar, pul atdırırlar, işte blok. Bu yaxınlarda birinin başına gəlir, elə bir iş. Dəhşət də Allah qaçını sağla gedir bilmirəm. Deyirəm də, millət deyir, çox onun bir misal var, millət deyir, deliyə hasiyətdən akıllıyıq. Bu kəsir üçün bir sənə sevirəm. Çevirirsən, məsələn, o biri 35-40 dəfə də keçib saçın vayına oturmuşsan da. Bir şey, 15 dəfə çəkirsən, çox qaymaq. Yoruram? Yok. Yetişemem. Nə olur? Yetişemem. Üşüyürsən hanım. Məsələn sən. Və o üşümək mənə yoxdur. Mən üşümürəm ki. Mən uşaqlıqdan soyuğu geçmişəm. Ona görə dinəsin. Sen hazırlığın var, ben işte üşüyeceğim. Bir arabam. Ne demək səndir?
Keşke. Kölə. İnan, əlimin altındasan. Neden onu derdi? Emin altında yani. Düzəltdiyim saç etdiyindən Molavik vurub göndərərəm. Ya Kövrəyə arıqlığa baxmaq az kimi. kaldı. 6 yılda düz. Bir ay içəridə düz. 6'sa il kaldı. 6'dan sonra karıya bir şey yok. O gün müştərim Allah nə saç atmışdı. Hə, gedib nədir kosmetik yerindən şampun alıb saçımı. Boşunda məndən aldığı şampun qutarı, boşum ərinib bura gəlməyə. Alıb saçımı yuyub bərbad olub da. Birbaşa zəng gəldim, o gün sənə necə zəng eləmişdim. Məndə terpeni yox da, 3 saat səs atdım, gözlüyüm falan filan. Sənə dediyim ona da dedim. Dedim, and ol Allaha, qulağı tut. Bu qulağı tut. Dedim, and ol Allaha, 2 ildir o saçımı dedim, sığal çəkirəm. O saçımı deyim, gələrəm. Çünki demiş, əskər tıraşı deyirədə. Əskər tıraşı eləyərəm. Bir ay çoxam deyir, qutarmışdı da şampunu. Dedim, qutarmışdı. Məsələ məndən almaq söhbəti deyil. Mən şampunu satmağa nə milyoner olmuram, nə də gedib Maldivdə istirahət eləmirəm. Sadəcə mənim məqsədim odur ki, sən də bilirsən də, ampula söhbəti. Məsləhət elə, mən sənə deyim ki, çünki bəzi şampunların üzərində yazırlar sulfat free məsəl üçün də, amma o sulfatın başqa kimyəvi adları da var. Çünki duz sadəcə o bildiyimiz duz formasında deyil. İndi bu dəqiqə təzə çıxıb Çin duzu. Bu dəqiqə bazarda ucuz olduğuna görə ondan istifadə olunur. Başım, bu da gedib. Deyir, baxın, valla deyir, yaxşı idi, deyir, bahalı şampunuydu. Deyim, boş söhbəti deyil, düzgün seçməmişəm. Çünki şampunların üzərində qeyd olunur. Sulfatı, sonra SLL, SL, belə. Da o kimyəvi adları hesab üçün qeyd olunur. Necə ki, bəzi qidalarda emulgatorlardan istifadə olunur. Şampunlarda da elə. Qısası, dedim, həmən atırsan o şampunu. Ya məndən qalıb alasın, ya da sənə deyirəm, o formada nə şampun lazımdır, ondan əlidə. Bəyəxəm, şampunu almışdı, indi maska bəyəxəm kulaq deyil. Bax, həmin idi, həmin qızdır. Deyir, saçımı deyir, başqa vaxt olsaydı, deyir, dəsmalda deyir, qalardı da, neydi deyir. Sizin deyir, qorxunuzdan deyir, şey deyirəm. Yuyub quruduram ki, yox, mən atmalıyım. Birdən deyir, riski zəngi eləyər. Və birdən tələb eləyəm. Axı, ayda bir dəfə tələb eləyirəm. Videolar, şəkillər. Bir müştəri elədiyim işi batırırsa, saçına məsuliyyətli deyilsə, ayda qaymaq kimi deyir. Bir də mənə məsuliyyətli. Hə, sənin bir də bir müştərin var, o. 2 bacıdılar. Çox gözəldilər də, yəni saçlarına o qədər bilmirəm, canlıdadılar, yenə canlıda deyirlər. O qədər xətirləri əzizdir mənə, həqiqətən də. Baxırsan ki, doğrudan da xanım kimi saçına dəyər verir də, yəni. Bir tane buradayım. Kimdə o yazır? Hə, hər vaxtın xeyir, xoş gəldin. Yerim məlum. Can, xoş gəldin. Elə sizi tərifləyirdim, elə gəldiniz. Hə, vaxt zamanında yəni onlar baxırsan ki, saçına məsuliyyətli yanaşırlar. Məsuliyyət başqa şeydir, həqiqətən də. Sosyal 5. datistikasında bir qurluq eləməsin. Həqiqətən də, yəni Bizim millətdə bir şey var ki, bir dəfə elətdirirlər, все. Başını bıraxırlar. bir də bilsən necədir, bax açığın danışında canlıda olan xanımlar da eşitsin indi, yəqin ki, birinci dəfə də gəlirlər. Qaynanam da çox istəyir. Qayanım çox istəyirlər. Hə, tək Allah daha da mehriban eləsin. İstəməyənlərin gözü çıxsın. Oy gözüm, oy gözüm. Hə, bir də bilsən necədir, bax məntiq olaraq fikirləşəndə. Cansın. Can, xoş gəldiniz. Xoş gəldiniz. Bir də bilsən necədir. Məsəl üçün, necə ki, modellər saçı, paltar eləyir. Məsəl üçün, modelin üzərində göstərir. Usta da elədir. Məsələn, sənin saçını mən pis eləsəm, yaxşı olmasa, məsələn də, iraq olsun. Mən sadəcə səni itirmirəm.
sənin saçını kim görür? Çünki çox iş kollektivində olur ki, görürlər. Hə, gedirsən, hə, baxım, ya budur, odur, baxaq, nəticəyə baxaq. Mən çox yerdə gedəndə deyirlər, qaynaqlı saçım. Deyirəm, ya, mən qaynağı neyirəm, öz saçımı uzatdırmışam. Gözəldir. Halbuki sənin saçın necə edim də haqq danışar. Biri də yandırmışlar, saçını da yandırmışlar. Saç yəni ələ gəlmirdi. Yadındadır birinci dəfə sən salona gələndə asitreniya. Benim neysə var, saçını alıp tuta bilmirəm, nədir o? Hə. Dedim ki, asitreniya istəyirəm. Mən sənə nə dedim? Dedim, mənə vaxt ver, zaman ver sənə saç. Özə 4-5 dənə rəng var idi, indi açıq danışaq. United Color olmuş. Hə, colorful. Can, bildim. Həmişə yaxşı olsun, həmişə saçınıza yaxşı baxın, həqiqətən də. Çünki saç elə bir şeydir ki, elə bilirik ki, ömrümüzün axırına kimi bizlə gedəcək, amma elə deyil. Saça həmişə demişəm, bunun daimi müştərilərim bilir ki, saça körpə kimi yanaşmaq lazımdır. Körpəvi 6 ildən sonra verəcəm. Balamı qaytar. Qadadan verəcəm, şeyə qoyarsan, müzəyə qoyarsan. Deyir, buradakı müştərimin biri, bax indi eşidir o 2 müştəridən biri. Deməli, saçını nanoplastik eləmişəm, gedib başqa bir salona. Hə, gedib salona qızın saçını kəsiblər. Bax, indi yalan deyirəm, desin, yox. Onu mən necə damladım? Onu mən nə ödəmədim? Dedim, mən olsaydım, səni övladlıqdan silərdim. Dedi, elə mamam da buraxmır. Dedim, sənin yerə mamam buraxır. Hə, ay sağ ol, mən səni buraxmazdım. Deməli, gediblər, çox təəssüflər olsun ki, elə kollegalar var. Heç mənəsinə kollega demirəm, çünki usta özündən çox, qazancından çox müştərini düşünməlidir. Məni bilənlər bilir ki, mən qaynaq deyirəm, amma nə saç alıram, nə saç satıram. Qətiyyən də. Təsəvvür edin ki, xanımın saçı necə gözəl olmuşdu. Yəni, o saça baxıb nə qədər yazılanlar gəldi. Yəni, hər statusa qoyanda deyək ki, hansı kərəksindir, biz də istəyirik falan filan. Çünki müştəri gördüyünü istəyir də. İnanın Allaha, o xanımı təzənə göndərdim salona, dedim, ayıbdır. Yəni, o sizə qarşı sən bilmirsən, axı o ki bilir, ustadır bu işin içindədir. Qız getmişdi, inanın da necə sevdiyimi, yəni necə qalınlıqda saçdan 2-3 dənə tel vermişdilər qıza. Paralıqdan paliyik var da. Hə, onun da şəkilləri verir, o sübutları qalıb da. Yəni dəhşət, ona görə də eləməyin. Mən müştərilərə də deyirəm, şərt deyil mənim yanıma gəlmək, şərt deyil ki, yox mənim yanıma gəl, budur, odur. Məsələ budur ki, benim aldanmayın. Yəni, mənim məqsədim odur, mənim yazığım gəlir, mənim heyfim gəlir. Saçı, yəni, nə lazım deyib 5-3 manata görə aldatdım müştərini, hə, saçım. Çünki çox salonlarda var. Kəsib atırlar, sonra onu istifadə edirlər. Harada dırnağa gedəndə salonda edirlər, sənin saçından qəşən qaynaq çıxar. Hə, göründür. Ver bizə, kəstir, ver bizə. İnan Allaha, səni blok eləyərəm. Ay, yox, özüm kəstirmirəm. Səni blok eləyərəm. Özüm bilsən ki, mən limit qoymuşam. 40 yaşına kimi uzadım. 40 yaşım düz ad günüm. Açılış mən eləyəcəm. İnşallah. 6 ildən sonra, fevralın 20-si. Burada canlıda deyirəm də. İnşallah. 6 ildən sonra, düz 40 yaşım olanda, fevralın 20-si gələcəm, sarı kəstirəcəm, gedəcəm. Yox, heç zat. Yox. Əla. Ondan sonra da kareni şey deyəsən. Qısa saç olacaq da, uzatmayacaq. Hə, sənə amma fikrimdə bilirsən nədir? Face white etməkdir. Saçın ön hissəsini. Sən heç nə eləmə mən. Yox, 60 demək şəklini. O da qəşəngdir. Hələ ki, bu tonlar nəyəsə xoşuma gəlir. O heç də indi demirəm. Bir il, 2 il keçsin. Qısa şeylər olur, modellər olacaq saçın. İnşallah. Uzun, düzgün, 40 yaşlı manlı matan olmalıyım. Böyle ince manlı çıkıyor. İnce manlı çıkıyor orada. İnşallah. 40 yaşlı uzun saçın yeri yoxdur. Qəşəng yoxdur. Uzunluqda. Uzun saçın yeri yoxdur. Mənə görə yeri yoxdur. İndi baxır da, adam, məsələn, mənim müştərim var, onun anasının 55 yaşı var, təsəvvür ki, saçı hardandır da. Qəşəng görsənir. Düz deyil, indi o ağbirçək adam da yeri gəndə, həqiqətən ağbirçək də, yəni belə ağbirçək deyil. Amma hörür, ayda, bir dənə hörüyünün 2 nəfərə saç çıxar.
Bizə saçını bizə nə yuyur? Qatıqla. Qatıqla yuyur. Hə. Şampuza vurma. Yo, deyir şampun vurmuram. Qatıqla. Hə, yuyur da. O nənə babadan qalan. İndi sən indi o təbii saçları eləmək olar. Saçın özü xına qoyur. Mən həmişə deyirəm, bax canlıda xanımlar da eşitsin ki, mən həmişə deyirəm ki, iki yoldan birini seçməlisiniz. Ya təbii, ya da laborator kimyəvi yönü seçməlisiniz. Bax, məsələn, müştərilərə bu prosedurlar olunur da, düzdürmü? Hər nə qədər yaxşı məhsulda olsa, keyfiyyətli, bahalı, premium segmentli məhsulda olsa, yenə də laborator şəraitdə düzəlir də. Bəli, laborator şəraitdə düzəlir, onu demək istəyirəm. Amma bir məsələ var ki, kimyəvi prosedur olan saça gedib təbii nəsə etmək, bu saçda artıq aqressivləşmə gedir. Təsəvvür edin ki, üzə botoks olunub, məsələn içində, hə? Sonra sən üzü gedirsən masaj eləməyə. Var da indi face yoga, üz yogası eləyirlər, gedirlər masajdır. Ona görə bax, orada da işini bilən kosmetolog deyir ki, niyə görə onu deyir, oynayar, başqa cür forma, yəni deformasiya olar da üzdə. Bax, o saç da onun kimi bir şey. Hamı elə bilir ki, əşi, saçı elədim, hə, da pis o getdi. Hə, deyir ki, əşi, yox, saçın ki, kök hüceyrəsi zədələndi, saçın kökü zədələndi, vəsə. Nə inəsən də geri qayıtmayacaq. Əgər elə olmasaydı, saç bizlə axıra kimi gedərdi. Saça necə davranırsansa, zamanla saç da sənə elə cavab verir, elə davranır. Onu da deyirəm ki, saçınızı sanki yeni doğulmuş körpə kimi davranın. O gün videonun birində görürüm ki, o təzə çıxıb süni intellektlə videolar cədləri deyir, ey, məni niyə bura qoymusan? Aysa, onun elə bir saç versiyası çıxıb deyir ki, 480. Əslində o dərəcə deyil. Yeni gələnlərə xoş gəldiniz. Kimin də sualı varsa saçla bağlı buyurub sualı verə bilər. Hə, deyir ki, şeydir də, yəni 480. Əslində 480 dərəcə deyil. 480 dərəcə üçün 250 eləyir. Dərəcə eləyir, yəni. Siz təsəvvür edin də su 100 dərəcədə qaynayır. Düzdürmü? Görürsünüz, heç nə etmədən saça istifen vururlar. Saçda görsən ki, heç nə vurmamışsan. Saç qurur, amma görsən saçda buxarlanma olur. Niyə olur o? Saçın nəm balansını, belə edin də, pozursan. Yəni, nəmini azaldırsan. Ona görədir ki, tez-tez saçını ütüləyən xanımları görsən, saçlarda qurulanma gedir, qırılmalar gedir. Niyə? Quru olur, cod olur. Niyə? Çünki saç neyinir? Su balansı pozulur. Bəli, bəli. Deyirlər ki, yox, mənə keratin lazım deyil, keratin ziyandır. Ziyan deyil. Bilirsiniz nə ziyandır? Birinci, saxta məhsul. Bu bir. İkinci də ki, düzgün təyin olmayan texnikalar, işlənməyən texnikalar. Məsələn, blond saçlarda ütülənmə dərəcəsi fərqlidir, onun keratini fərqlidir ki, mənim müştərilərim bilir ki, onun içinə mən ampulalar qatıram. Yəni ki, həm saçı bərpa edir, həm də saçı düzləşdirir. Bir də natural saçla blond, yəni asetlen olmuş saçın qalıcılığı da eyni deyil. Niyə görə? Çünki kutikula sağlamlıq, saçın sağlamlıq dərəcəsi deyilən bir anlayış var. Saç nə qədər sağlamdırsa, orada olunan, saça yüklənən prosedur o qədər də uzun müddətli qalır. Çünki saçın kutikulası var. Əgər saçın kutikulası açıqdırsa, sən keratin eləyə bilərsən. Get elətdir. Amma 2-3 yumadan sonra o axıb gedəcək. Niyə? Çünki qapanmıyor. Fikirləşin də, yəni ağac, belə deyim də, yolka ağacı kimi fikirləşin. Ya da sümbül kimi fikirləşin. Öncə yumayla niyə yuyurlar? Çünki o şampunun pH-ı yüksəkdir. Yuyurlar, dərmanı sonra yüklüyürlər, sonra da neyinirlər? Açılmış kutikulanı qapatmağa, yəni presləmə, hansı ki, hal-hazırda edirəm, onu edirik. Ona görə düzgün texnika, düzgün nəzəriyyə, düzgün dərman seçimi, düzgün, necə deyərlər, ütü. Bəli, mənim də başıma gəlib. Səhv ütü ilə işləmişəm, açıq etiraf edəcəm. Elədiyim keratinlərin ikisi, üçü atıbdır. Niyə? Çünki səhv fen seçmişəm, belə deyim. O deri başa düşməyən cahil vaxtıma gəlir. Heç kim başlayanda, bir dənə söz var, çox xoşum gəlir o sözdən deyir.
başlamaq üçün mükəmməl olmaq lazım deyil, amma mükəmməl olmaq üçün başlamaq lazımdır. Yəni ona görə də yeni başlayan bəlkə də var, izləyir indi, eşidir səsimi ki, ütünü düzgün seçmək lazımdır. O səhvi mən etdim. Siz etməyin. Əslində qrafindən çox üstünlükləri var. Məsəl üçün mən əvvəl hər toya gedəndə ya da harasa gedəndə hər dəfə gedirdim salona. Kulatka elətdim, növbə gözləyirdim, kulatka elətdirirdim. Xeydi də hər dəfə yaş saçına elə olurdu, gedirdim ki, yuyurdum gedəndə, təmiz saçı eləsin. Amma indi yuyuram, 2 dəqiqəyə qurutdum, dümdüzdür, heç nə. İşte sənə neçənci dəfə deyirik? Heç də 4 ilə yaxındır, bəlkə 5-ci ilmizdir bizim.